Deməli, kimyəvi reaksiyaların təsnifatı və istilik effektinin ətraflıları. Birinci sual. Butanın yanma reaksiyasının istilik effekti 3300'dür. Yanma reaksiyasının istilik effekti deyirsə, butanın yanma reaksiyasını yazırıq. Alınır karbon qazı və su. Deməli, burada ilk öncə karbon və hidrogeni düzəldirik. Baxırıq hidrogenin sayına 10. Deməli, karbohidrogenlərin əmsallaşdırılmasında sadə yol budur. Hidrogen sayına baxırıq və suya düşən əmsala baxırıq. Əgər suya düşən əmsal tək ədəd olursa, məsələn 10, suya düşəsidir 5. 5 tək ədəddirsə, o zaman oksigenin sayını biz düzəldə bilmirik, kəsr alırıq. Ona görə də karbohidrogen əmsalına 2 yazırıq. Ki suya düşən əmsal cüt ədəd olsun. Karbon elədi 8, hidrogen elədi 10, oksigen 16, 10, 26, bu da eləyir 13. Və reaksiyanın istilik effekti 3300'dür. Üstə gəl 3300 kilojoule. Bizə nə deyir? Butanın yanma istiliyini. Baxıram 2 mol butan yanıbsa, yanma istiliyini tapmaq üçün 3300'ü bölürəm 2'yə. 1650 kilojoule böl mol. Bu oldu birinci. İkincidə nə soruşur? Və 825 kilojoule istilik alındıqda əmələ gələn karbon qazının həcmi. 825 kilojoule istilik ayrıldıqda, 825 kilojoule istilik ayrıldıqda əmələ gələn karbon qazının həcmi x litr. Reaksiyaya baxıram. 3300 ayrılanda da karbon qazının həcmi yazıram. 3300 ayrılanda da karbon qazının həcmi olacaq 8 vur 22,4. Bununla bu ixtisar gedir, 4 qalır. Bununla da bu gedir 2 qalır və cavabımız eləyir 44,8. Bu da ikinci. İkinci sual. 31 qram fosfor artıqlaması ilə götürülmüş oksigende yandıqda. Fosforun oksigenlə reaksiyasını yazırıq. Tam yandıqda P2O5 əmələ gəlir. Əkop tapmaqla əmsallaşdırırıq. Deyir ki 31 qram fosfor yandıqda 750 kilojoule istilik ayrılır. Reaksiyanın istilik effektini. Baxıram, reaksiyada istilik effektini tapmaq üçün reaksiyada neçə qram fosfor yanıb. 4 vur 31 qram fosfor yanıb. Bu zaman x ayrılıb. X da eləyir 4 vurulsun 750. Eləyir 3000. Reaksiyanın istilik effekti oldu 3000. Bu 1. Və fosfor 5 oksidin əmələ gəlmə istiliyi. Fosfor 5 oksid 2 mol əmələ gəldiyinə görə istilik effektini bölürəm 2'yə. 1500 kilojoule böl mol. Bu da ikinci. Üçüncü sual. Deməli reaksiyanı bizə verib. Alınır 2 mol P2O5. Və deyir. Reaksiya tənliyinə və qrafika əsasən reaksiyanın istilik effektini tapaq. Qrafikdə bizə nə deyib? Q kilojoule 301'dir. M qram fosfor 12,4'dür. Yəni 12,4 qram fosfor yananda 301 kilojoule istilik ayrılıb. Reaksiyanın istilik effekti deyirsə, baxıram görüm reaksiyada neçə qram fosfor yanıb. 4 vur 31 qram fosfor yanıb. O da 124 eləyir və reaksiyanın istilik effekti eləyəcək 3010 kilojoule. Bu birinci sualımızın cevabı. İkinci soruşur. Fosforun yanma istiliyi. 4 mol fosfor yandığına göre reaksiyanın istilik effektini bölürəm fosforun əmsalına. O da eləyir cavab. Deməli 4'e bölürəm 1500 3010. 1505 o da 752,5 kilojoule böl mol. Bu da ikinci sualımızın cevabı. Dördüncü sual. 2 magnezyum üstə gəl CO2 alınır. Magnezyum O üstə gəl C. Reaksiyasının istilik effektini hesablayın və A və B-ni müəyyən edin. Bizə nə verir? Bizə verib magnezyum oksidin əmələ gəlmə istiliyini 601,5. Bir də CO2'nin əmələ gəlmə istiliyini 393,5. Reaksiyanın istilik effekti necə hesablanır? Məhsulların əmələ gəlmə istiliklərinin cəmindən daxil olan maddələrin əmələ gəlmə istiliklərinin cəmini çıxırıq. Bəsit maddələrin əmələ gəlmə istiliyi 0 olduğuna görə onu hesablamırıq.
Onda istilik effekti bərabərdir. Magneziumun əmsalı 2 olduğuna görə yazıram. 2 vurulsun 601,5 çıx. CO2'nin əmsalı 1 olduğuna görə 393,5. 601,5'i 2'ye vuranda eləyir 1203 çıx 393,5. Və cavabımız eləyir 809,5. Bu birinci sualımızın cevabı. A və B-ni müəyyən edin. A nədir? Yanma istiliyi. Magneziumun yanma istiliyi, karbonun yanma istiliyi. Magnezium yanan zaman nə alınır? Alınır magnezium oksid. 2 mol magnezium yanında 2 mol magnezium oksidi alınır. 1 mol magnezium yanında 1 mol magnezium oksid. Yəni bu o deməkdir ki, magneziumun yanma istiliyi elə magnezium oksidin əmələ gəlmə istiliyinə bərabərdir. Magnezium oksidin əmələ gəlmə istiliyində bizə verib 601,5. Deməli A 601,5'dir. Sonra B nədir? B'dəki karbonun yanma istilidir. Karbon da yanında nə alınır? CO2. 1 mol karbon yanında 1 mol CO2 alınır. Onda elə CO2'nin əmələ gəlmə istiliyi karbonun yanma istiliyinə bərabərdir. Yəni 393,5. 5 kilojol bölünsün mol. Qiymətlər budur. 5-ci sual. 3,2 qram metan tam yanan zaman 176 kilojol istilik ayrılır. Tez metanın yanma reaksiyasını yazıram. Bizə nə deyir? Deyir ki 3,2 qram metan yanır. 176 kilojol istilik ayrılır. Biz bunu bilirik şərtə görə. Reaksiyanın istilik effektini tapırıq. Reaksiyada nə qədər metan yanıb? 16 qram mR. 16 qram yananda nə qədər ayrılıb? X ayrılır. O da X eləyir 880 kilojol. Bu oldu birinci sualımızın cevabı. İkinci, əmələ gələn suyun kütləsini hesablayın. Hansı halda 3,2 qram metan yananda əmələ gələn suyu soruşur. 16 qram metan yananda 2 mol su əmələ gəlib. Yəni 36 qram su əmələ gəlib. 3,2 qram yananda da X. O da eləyir 0,2'dir. X eləyir 7,2 qram. Bu da ikinci sualımızın cevabı. 6-cı sual, deməli C4H(X) üstə gəl YO2 alınır 4CO2 üstə gəl 4H2O və ayrılır 2 kilojol istilik. Deməli birinci X-dən Y-i tapırıq. C karbon 4 dənədir. Oksigenə baxıram. 8 oksigen buradadır. 4 dənə oksigen buradadır. Elədi 12. 2 olduğuna görə əmsala düşür 6. Y 6'dır. Karbon hidrogendəki 8'dir. Burada da X da 8'dir. 0,5 kilojol istilik ayrılan zaman yanan maddənin kütləsini. Yanan maddə C4H8'dir və C4H8'in mR eləyir 56 qram. Bizdən soruşur 0,5 Q istilik ayrılan zaman yanan maddənin kütləsi X qram. Reaksiyada Q kilojol yanıb və maddənin kütləsi 56 qramdır. X eləyir 28 qram. Bu oldu birinci sualımızın cevabı. Və yanmaya sərf olunan oksigenin həcmini soruşur. Yəni 5 Q-də. Q kilojolda həcm 6 vurulsun 23,4 litrdir. Reaksiyaya görə yazıram. 5 Q-də də X eləyəcək. X da eləyəcək 3 vur 22,4. Yəni 67,2 litr. Bu da ikinci sualımızın cevabı. 7-ci sual nə deyir? Etanın yanması zamanı etan C2H6'dır. Üstə gəl O2, CO2, H2O. Yenə də suya tək sayda düşdüyünə görə bura 2 yazıram. 4, 6, 8, 6, 14 eləyir 7. 6 qram deyir etan yanan zaman 312 kilojol istilik ayrılır. Deyir ki CH2 qrupunun hər bir moluna yanma istiliyi 660 kilojol artır. Pentanın və heptanın yanma istiliklərini. Biz birinci etanın yanma reaksiyasının istilik effektini tapaq.
ya da birbaşa yanma istəyin. Gəlin birinci istəyi effektini tapaq. Reaksiyada 2 mol, yəni 2 vurulsun, emeri 30'dur. 30 qram alınıb X. X eləyir burada 3120. Bu reaksiyanın istilik effektidir. Və etanın yanma istiliyi 2 mol yandığına görə 3120'ni bölürəm 2'yə. O da eləyir 1560 kilojoule bölünsün mol. Bu oldu etanın yanma istiliyi. Və deyir ki, hər CH2-də istilik 660 kilojoule artır. Əlavə istilik ayrılır hər CH2-də. Hər CH2 qədər artanda yanma istiliyinin miqdarı 660 kilojoule artır. Və buna əsasən deyir pentanın C5H12, bir də heptanın C7H16. Baxıram ki, pentanda neçə CH2 artıb? 2 karbondan 5'e gəlib. 3 dənə CH2 artıb. Onda etanın yanma istiliyi nə qədər idi? 1560. Bunun üstünə gəlirəm 3 dənə CH2'nin qiymətini. Yəni 3 vurulsun 660 kilojoule. C7H16 da neçə vahid artıb? 2-dən 7'ye 5 CH2 artıb. 1560'ın üstünə gəlirəm 5 vur 660'ı. Və qiymətləri hesablayıb tapıram. Deməli burada 7-ci. Burada deməli eləyəcək 3540. Bu birinci sualımız. Burada da birisində də eləyəcək deməli bu 3300, o da 4860. Səhv eləmirəmsə, bu da ikinci sualımızın cavabı. 8-ci sualımız, ardıcıl 2 reaksiya mərhələləri gedir. Deməli 2x üstünə y gəlir, alınır 2z və ayrılır Q1 kilojoule istilik. Özü deyir ki 2 mərhələdir. Yəni ardıcıl gedən mərhələdir. Sonra 2z təzədən y ilə birləşir, alınır 2t. Bu da mərhələ Q2'dir. İndi baxın. 2z alındı, təzədən 2z reaksiya girdi. Deməli bu aralıq birləşmədir. Reaksiyaya daxil olan maddələrin yekun reaksiyanı yazıram. 2x ilə 2y daxil olub və 2t alınıb. Burada ikilər islah olur. Çünki bizdə əmsallar həmişə belə deyək də, eyni qiymətə ixtisar gedirsə artıq o artıq hesablanmış sayılır. İxtisarsız ən kiçik tam ədədlərdir. Bizdə reaksiyamızın əmsalı həmişə ən kiçik tam ədədlər olur. Və bunlar ixtisar gedir. Bizim reaksiyamız x üstə gəl y alınır t. Və iki mərhələnin yekun istiliyi nə idi? Q1 üstə gəl Q2. Və 2'ye islah etdik deyə olacaq Q1 üstə gəl Q2 bölünsün 2. Bu bizim istilik effektimizdir. Reaksiyanın tənliyi olacaq bu şəkildə. Və reaksiyanın istilik effekti də olacaq bu. Q1 üstə gəl Q2 böl 2. 9-cu sual. Kalsium karbidin əmələ gəlmə istiliyi 62.8 kilojoule böl mol olarsa, kalsium karbidin əmələ gəlmə reaksiyasını yazıram. Alınır kalsium C2, burada 2 mol. Əmələ gəlməsi 62.8, reaksiyada da 1 mol əmələ gəldiyinə görə, deməli elə reaksiyanın istilik effekti 62.8'dir. Deyir, bərabər mol sayda götürülmüş 58 qram kalsium, karbon və kalsium karbid qarışığıdır. Bərabər mol miqdarda kalsium, karbon, bir də kalsium karbid qarışığıdır. Hamısı eyni molda götürülüb və kütlə nə qədərdir? 58 qram. Havasız mühitdə közərməsi zamanı ayrılan istiliyin miqdarını hesablayın. Havasız mühitdə közərəndə nə baş verəcək? Kalsiumdan karbon reaksiyaya daxil olacaq. Ayrılan istiliyin miqdarını tapırıq. İndi baxaq görək bizim qarışığımız hansı mol nisbətində götürülür. Biz həmişə belə daxil olanların molların verəndə, eyni mol verəndə hansını götürdük? Çoxa görə hesablayırdıq. 2 mol, 2 mol, 2 mol belə. Və bu şəkildə götürdükdə 1'in 2'yə nisbətində daxil olur, 1 mol kalsium karbid alınır. Yəni bunu bildik. İndi kütləni hesablayırıq. 2 mol kalsium 80 qramdır. 2 mol karbon 24 qramdır. 2 mol kalsium karbid bizdə nə deyir? 58. Aha. 2 mol kalsium karbidin kütləsi də
24, 64, onu da 2-yə vururam, 128-dir. Və ümumi kütlə nə qədər eləyir? 104, 128. Eləyir 232 qram. Eyni molda götürəndə, biz hərəsini 2 mol götürəndə kütlə oldu 232 qram. İndi bizə nə deyir? Ayrılan istiliyin miqdarı. Tamam. Hərəsindən 2 mol götürsək, kütlə 232 qram olur. Və 1-in 2-yə nisbətində reaksiya girir, 62,8 kilojol istilik ayrılır. Ayrılan istiliyi soruşur. Bəli, 62,8 ayrılır. Bizə də nə qədər götürüb? 58. 58 qram götürəndə də x ayrılır. O da 4 dəfə az ayrılır. 15,7 kilojol. Bu oldu birinci sualımızın cavabı. Bir də deyir, ilkin qarışıqdakı maddələrin ümumi mol sayının cəmini hesablayın. Baxın, 232 olanda hərəsini biz neçə mol götürdük? 2 mol. Ümumi mol sayı oldu 6. Yazıram ki, 232 qram qarışıqda ümumi 6 moldur. 58 qram qarışıqda x moldur. 4 dəfə azdır. O da eləyir 1,5 mol. Bu da ikinci sualımızın cavabı. 10-cu sualımız. Silisium dioksidin H florla reaksiyasının tənliyini yazın. Silisium O2 üstəgəl H flor. Alınır silisium flor 4. Üstəgəl H2O. Əmsallaşdırıram, oksigeni düzəldirəm. Hidrogenim 4 olur. Florum da zaten 4'dür. Silisium da 1'dir. Və bizə nə deyir? Reaksiyasının tənliyini yazın. Yazdıq. 1. Əmsallaşdırın. Ayrı təzdən əmsallaşdırdıq. 2. Qrafik əsasən ayrılan istiliyi hesablayın. Reaksiyanın isti effekti 188. Bax, bu yazdığımız reaksiyada 188 kilojol istilik ayrılır. İndi biz görək qrafikdə nə qədər ayrılacaq. Qrafikdə başlanğıc maddələrin hərəsini eyni kütlədə götürüb. X-ı da Y-i də. Baxaq görək hansı X-da, hansı Y. Silisium O2 reaksiyaya daxil olur 28, o da 32, 60 qram. H flor reaksiyaya daxil olur. Deməli, MR 20-dir, 4 mol olur, eləyir 80 qram. Və hər ikisini eyni kütlədə götürəndə nə qədər götürürəm? 80 götürürəm. 80 qram, 80 qram. Çoxun kütləsi qədər. Və hansı X-da, hansı Y? Y baxın 0-a qədər düşür. Deməli, H flor Y-dir. X-da silisium O2-dir. Və X nə qədər artıq qalır? 60-a qədər düşür. 60 qram Y artıq qalır. Biz indi hər ikisini 80 götürəndə H florun hamısı girəcək. Silisium O2-nin 60 qramı girəcək. 20 qramı artıq qalacaq. Reaksiyada belədir. Və 20 qram artıq qalanda, 20 qram silisium O2 artıq qalanda 188 kilojol istilik ayrılır. Qrafikdə isə 60 qram artıq qalıb. 60 qram artıq qalanda bəs nə qədər istilik ayrılar? Bizdən nəyi soruşur? Ayrılan istiliyi X. O da 3 dəfə çox. 3 dəfə çox da eləyir, vuranda 564 qram eləyir. Qram nə idi? 564 kilojol eləyir. Bu da üçüncünün cavabı. 11-ci sual. Maddə Sink S üstəgəl O2 alınır Sink O üstəgəl SO2. Əmsallaşdırıram. Oksigen burada cüt olduğuna görə sağdakini cüt eləyirəm. Sink 2 oldu, 2 yazdım. Kükürt 2 oldu, 2 yazdım. Oksigen oldu, 6. Burada yazdım 3. Əmələ gəlmə istiklərini verib və Sink S-in tam yanma reaksiyasının tənliyini yazın, əmsallaşdırın. Yazdıq, əmsallaşdırdıq. Reaksiyanın isti effektini hesablayın. Reaksiyanın isti effekti nəyə bərabərdir? Məhsulların əmələ gəlmə istiklərinin cəmindən reagentlərin əmələ gəlmə istiklərinin cəmini çıxıram. Sink onun əmələ gəlmə istiliyi 350 verib mənə cədvəldə. 2 mol əmələ gəldiyinə görə yazıram 2 vur 350. Üstə gəl. SO2-nin əmələ gəlmə istiliyi 300-dür. 2 mol olduğuna görə 2 vur 300 yazıram. Çıx. Reagent Sink S-dir. Oksigen bəsit maddədir. 0 götürürəm. Sink S 2 mol olduğuna görə 2 vur 200. Bu da eləyir 700 üstə gəl 600 çıx 400. 1300 çıx 400, o da eləyir 900 kilojol. Bu da oldu ikinci sualımızın cavabı. 12-ci sualımız.
CH4-ün yanma reaksiyasını verir. Üstəgəl 1560. Başqa nə verib? Oksigenin kütləsini M verib. CO2-nin kütləsini M üstəgəl 1. Bu nə deməkdir? Bu o deməkdir ki, alınan CO2-nin kütləsi oksigenin kütləsindən 1 qram çoxdur. Və M-i tapın. İndi reaksiyada baxıram. Oksigenin kütləsi nə qədərdir? 4 vurulsun 32 qram. O da eləyir 128. Alınan CO2-nin kütləsi nə qədər eləyir? 3 vur 44. O da eləyir 132. İndi baxın, reaksiyada CO2-nin kütləsi 132, 128-dən neçə qram çoxdur? 4 qram çoxdur. M-i tapıram indi. Baxın, 128 qram oksigen daxil olanda 4 qram artım baş verir. M qram oksigen daxil olanda 1 qram artım baş verir. M üstəgəl 1 yazdığına görə. Oradan M neçə eləyir? 32. M-i tapdıq. Bir də nə deyir? Cədvəldə verilənlərə əsasən propinin yanmasından ayrılan istilik. Yəni M qram oksigen daxil olanda ayrılan istilik. Yenə qururam. 128 qram oksigen daxil olanda 1560 kilojoule ayrılır. M qram yəni 32 qram. 32 qram daxil olanda da X ayrılır. 4 dəfə az. 750 30, 780 kilojoule eləyəcək. Bu da ikinci sualımızın cavabı. Deməli, burada 780 yox, 4 dəfə az eləyir. 1560-ı 4-ə, 780-i 4-ə bölürük, 390 kilojoule.